Mən bunu 20 manat, 25 manat civarı dəyərləndirirəm. Bu qiymətə alına biləcək ən yaxşı kəlbətinlərdən biridir. Bunu da səmimi şəkildə deyim. Hər kəsə salam. Bu gün sizlərə beşli kəlbətin dəstəsini tanıdacağam. Bu kəlbətin dəstələri son müddətlər internetdə çox satılır və düzdür, mən internetdən almasam da bu kəlbətin dəstəsini aldım və normal olaraq bəyəndim. Qiymətinə görə iş verə biləcək kəlbətindir, amma hansı qiymət aldığınız da burada önəmlidir. Məsələn, mən Umikoda burada sizlərə də göstərim. İki qiymətə kəlbətin dəstəsini tapmışam. 34 manat və 56 manat civarı. Burada da gördüyünüz kimi bütün ucluqları görsənir. Tam sizlərə yaxın göstərim. Gördüyünüz kimi nəzik burun kəlbətin, qayçısı, kabel kəsən və naqil qəddiyən və arxasında da bir ədəd kəsən var və bir ədəd də əsasən kəlbətin başlığı gəlir. İki qiyməti var. Gördüyünüz kimi bir 34 manata yenə də eyni ucluqlar gəlir. Amma yox, burada ucluqlara baxanda yox, sadəcə sırası başqadır. Bəli, eyni ucluqdur tam olaraq. Yəni eyni kəlbətin dəstədir, eyni marka modeldir. Zaten keyfiyyət fərqi də yoxdur. Və burada da mağazadan hətta baxa bilərik. Hansı mağazalarda, hansı qiymətlərədir. Burada elə bir mağazada satış var. Burada da yenə bir mağazada satışı var. Demək 56 manat 90 qəpik və 34 manat 99 qəpiyə Umikodan da bunu təmin edə bilərsiniz. Digər də Çin saytlarından falan Google-lənsə bu elə görüntünü oxudub bu kəlbətin dəstini digər mağazalardan qiymətlərinə də baxa bilərsiniz. Elə isə başlayaq, kəlbətin dəstəsini açaq və incələməyimizə keçək. Ucluqlarımız fərqli ucluqlar var və bu ucluqların hər birini yoxlamayacağam, sadəcə göstərəcəm. Onsuz mən burada əsasən kəlbətin başlığını işlədirəm, amma bir ucluqları əslində o qədər işlətməmişəm. Təbii lazımlı ucluqlardır, nazik burun kəlbətin olsun, qayçı olsun və s. Amma bəzən yeri gələndə işlədə bilərsiniz. Amma mən onsuz elə işlətməmişəm. Bu cür rahatlıqla başlığı tam açıb, tam basıb, kəlbətin də açıq vəziyyətdə başlığı rahatlıqla dəyişə bilirsiniz. Yəni başlığı da taxandan sonra, yəni onu deyim ki, heç vaxt çıxmaz da. Yəni bu çox sabit, bərkiyir bura. Və başlıqda da sirkələnmə o qədər yoxdur. Yəni bu qədər sirkələnmə var, aşağı yuxarı. Düzdür, biraz bərk tərpədəndə bu cür çıxma ola bilər. Çıxma deyəndə, yəni qatlanma. Bu da ki, onsuz oynar başlıq kimi belə normal bir başlıqdır. Amma onu deyim ki, normal işlərinizdə əmin olun ki, çıxası deyil. Yəni məndə olmayıb, belə bir başıma iş gəlməyib. Və çıxarıb taxması da çox rahatdır. Kəlbətin başlığı tam olaraq oturur. Digər başlıqlarda biraz arxası nəzikdir deyə biraz az olaraq problem verə bilər. Başlıqları da ucluğundan bu cür bastırıb çıxarırsınız. Gördüyünüz burada naqil qəddiyən var. Mən bunu heç işlətməmişəm, amma başlığın qalınlığı olaraq kifayət qədər qalın naqil qəddiyəndir. Hətta mən bunun əlavə aldığım təhlil şəklini göstərirəm. Gördüyünüz bu buradakı nəzikliyə baxın. Bir də buradakı qalınlığa baxın. Yəni bunu mən hardasa 7 manat, 5 manat civarı almışam. Yəni o qədər orijinal bir şey deyil. Çox işlətmişəm vaxtı ikən, amma digər naqil qəddiyənləri alana qədər. Burada da gördüyünüz kimi eyni başlıqdır və daha yaxşıdır hətta. Hətta bunu taxım sizə göstərim. Sağ-sol fərqi də var. Yəni istənilən tərəfə taxa bilmirsiniz. Gördüyünüz kimi bu qədər tam olaraq oturdu. Arxası biraz kəlbətində daha qalındır. Bunlar da biraz daha nəzikdir, amma o qədər də problem verməyəcək. Kəlbətində çünki daha çox gücdən istifadə olunur, amma bu bir başlıqlardan o qədər də güc verməyəcəksiniz. Mən burada bir-iki dənə naqil soyum və bir dənə də kəsim. Burada başlıqlar götürək. Gördüyünüz bu naqilimizi rahatlıqla kəsir. Yəni gücənmədən falan. Burada da soyma üçün bölmələr var. Təxminən oxşatdığınız bölməni bu cür qoyursunuz, soyursunuz və bu qədər. Tam olaraq gördüyünüz kimi rahatlıqla soydu. Tam normal ucluğuna saldıqda, yəni o kabeldə qırmanı da vermir. Burada bir-iki dənə tel kəsdi, ancaq normal başlıqları bildiyiniz zaman millimetrəyə görə. Yəni tam olaraq istifadə edə bilərsiniz. Təxminən də 4-lük və 6-lıq naqilə qədər bundan rahatlıqla qəddiyə bilərsiniz. Başlığı da yenə kəlbətin kimi istifadə edə bilərsiniz, amma nazik burun kəlbətin kimi istifadə edə bilərsiniz. Nəysə bu başlıqdan çox danışmayaq. Bunu çıxarıram. Növbəti başlığımıza gəlirik. Burada yenə nazik burun kəlbətindir və burada kəsən uc yoxdur. Nazik burun kəlbətin və papış sıxan, belə deyim. Bu iki ucluq istifadə olunub. Tam olaraq qəşəng tutma qabiliyyəti var. Hətta bunu belə əzim sizə göstərim. Gördüyünüz kimi tam olaraq rahatlıqla tutur. Tam kipdir ucu. Hətta ucunun da tam kipliyini göstərmək üçün burada naqildən biraz tutum. Sizə göstərmək üçün qoparam. Gördüyünüz kimi ucunda gəldi. Yəni ucunda da boşluq falan yoxdur. Burada da papış sıxanımız var. Papış sıxanı da işlədim. Sizə göstərim.
Papş olaraq bu papşı işlədirəm. Naqili 2 qatlayıram. Papşımızı taxıram. Sonra da sıxma tərəfindən bu cür sıxıram. Gördüyünüz kimi sıxdı və bunu da tövsiyə edirəm ki, papşı sıxdıqdan sonra bir dənə də 2 qatlayarsınız, daha möhkəm tutar. Bu cür şəkildə 2 də qatladıqdan sonra tam çip şəkildə tutur. Gördüyünüz kimi çıxmır. Papş sıxanımız da bu cür idi və sonra bunu da çıxaraq növbətdə qayçı ucuna keçəcək. Qayçı ucunu mən naqil üstündə yoxlayacağam, yəni bir dəmir kəsməyəcəm. Amma qalınlıq olaraq göstərim ki, əməlli başlı qalınlığı var və ucunda da tırtıqlar var. Yəni bir dəmir sürüşməsin, rahatlıqla tuta-tuta kəssin deyə tırtıqlar var. Bir tərəfində var, bir tərəfində yoxdur. Bu tırtıqlar, hətta bunu rahatlıqla göstərim, fokuslayım. Gördüyünüz kimi tırtıqları gördünüz. İndi yenə bunu kəlbətin ucuna taxıram. Tam kip olaraq taxılı. Bir də qayçının o səsi var. Gördüyünüz o səsi də verir. Və naqilə kəsim itiliyinə təxminən baxın. Yəni tam olaraq rahatlıqla kəsir. Heç bir gücənmə falan yoxdur. Əminəm ki, dəmirləri də rahat kəsər, amma dəmiri yoxlamıram. Yanımda dəmir yoxdur. Yoxsa yoxlayardım. Nəysə, bu ucu da çıxaraq, onun fərqli bir funksiyası yoxdur əlavə olaraq. Bir dənə qaldı kabel kəsənimiz. Bu kabel kəsənimiz, məndə bunun normal kəlbətin olaraq da var, amma ailə sumkasındadır. Və kabel kəsənimizi mən 1-2 dəfə işlətmişəm. Bunu şlank kəsmək üçün işlətmişdim. Və şlankı da kəsəndə, şlankın içindəki o məftillər kabel kəsənimizin ucunu biraz dağıtmışdı. Bunu da sizə göstərim. Burada iz salmışdı. O məftilləri kəlbətin rahatlıqla kəsə bilir. Ancaq kabel kəsənimizin ucunda niyəsə iz açdı. Ona görə də biraz, yəni o qədər də güclü olmadığını deyim burada. Yəni bundan qalxışıb məftil falan kəsməyin. Çünki tez dağılır. Amma normal kabel kəsmək istəyirsinizsə, mis nəyəsə kəsmək istəyirsinizsə, dözəcəkdə heç bir problem yoxdur. Burada da şunları kəsəm. Mən də buralarda biraz tırtıqlar yaranıb deyə rahatlıqla kəsmir. Ancaq arxa tərəfindən rahatlıqla kəsirəm. Və bununla da kabeli də rahatlıqla kəsib və kabeli əsasən də soymaq üçün çox idealdır. Kabeli bir dəfə tutursan, burursan, bastıra-bastıra və ondan sonra rahatlıqla soya bilirsən. Yəni bu da kabel üçün idi. Əlavədə yenə bu razmerdə qaz şlankları falan da kəsə bilərsiniz rahatlıqla. Yəni ucdan atıb çıxarmaz. Yəni qayçıda biraz qabağa itələyir, rahat kəsə bilmirsiniz, amma burada elə bir şeylər olmaz. Kəlpətin arxası da, yəni bu cür göstərim, bu cür bir sirkələnməsi var cəmi. Yəni o qədər də sirkələnmir və normalda sağlam görsəniz, hətta mən bunun burasını çəkiş kimi istifadə etmişəm. Buralarda da gördüyünüz o izlər var. Yenə də tam sağlam şəkildə dözür. Yenidən kəlbətin uzluğa gəlim. Kəlbətin uzluqlarını da sizə göstərim. Mən bu kəlbətin uzluqlarına məftil falan kəsmişəm və indi bu naqili kəsib itiliyini də göstərirəm sizə. Gördüyünüz kimi rahatlıqla kəsib burada biraz əzdirir deyə başlığı qoyur. Və burada da bolt qayqa üçün gördüyünüz bu 10 boltdur. Məsələn 10 boltu götürərkən açmaq istəyirsiniz. Burada tam olaraq yapışır və rahatlıqla açar kimi də istifadə edə bilərsiniz. Buradakı onsuz dilikləri də biraz işlətmişəm, amma diliklərdə hələ ki yonulma yoxdur. Fokuslayım göstərim. Və ucu da tam olaraq işığın keçməyindən də baxarsınız ki, ucu da tam olaraq kip şəkildə hələ ki durur. Mən burada biraz silikonu əzmişəm, ona görə silikonun yapışqanı biraz qalıb. Tam kip şəkildə durur. Yəni bu tərəfindən də rahatlıqla yenə açar kimi istifadə edə bilərsiniz və yaxud da ki nəyisə qandırmaq üçün, açmaq üçün tam bərk bir şəkildə tutur. Yəni ondan da arxayın olun və tez də dağılmır. Mən bu kəlbətin uzunluğunu xeyli işlətmişəm. Və ucluğun da onsuz görünüşü o görünüşdür ki, yəni biraz dözümlü ucluqdur. O qədər də keyfiyyətsiz bir şey deyil. Qaldı ki qiymət məsələsinə. Qiymət məsələsi Umikoda 34-56 manat civarı gördünüz, amma bunu mağazada, məsələn bizim Aydı kəndi mağazasında bu 28 manatdır. Normal bir optavoy yerdən və ya daha ucuz yerdən bunu 20 manat, 18 manat civarına da hətta ala bilərsiniz. Mən bunu 20 manat, 25 manat civarı dəyərləndirirəm. Çünki özüm 20 manat 20-21 manat belə civarı almışam. Bu qiymətə alına biləcək ən yaxşı kəlbətinlərdən biridir. Bunu da səmimi şəkildə deyim. Çünki bu qədər ucluq, bu qədər başlıq və başlıqlar da o qədər də keyfiyyətsiz bir mal deyil. Məsələn, bunun keyfiyyətinə qalanda təbii ki, bunun keyfiyyəti daha üstündür. Məsələn, buna 7 manat verib 2 dənə deməyim də, bir dənə bundan bir dənə qayçı aldığıma, o qədər də keyfiyyəti yüksək olmayan qayçı aldığıma bir dənə kəlbətin alaram əlavə olaraq. Həm papışxanım olar, həm kabel kəsənim olar, həm də ki kəlbətinim olar. Kabel kəsən mənim ağılsızlığımdan oldu ki, bundan məftil kəsdim. Məftil də bərk məftil idi, polat məftil idi.
Ona görə iz açıb onu da nazik şkulka ilə düzəltmək olar. O qədər də problemli bir şey deyil, amma biraz yenə də orada mislər qalacaq. Bundan kabel kəssəm 1-2 dənə misi tam kəsməyə bilər. Yəni normal şəkildə bütün uzunluqlar işləyir, heç bir problem yoxdur. Qabı da o qədər də keyfiyyətsiz qab deyil. Bu qabı mən alət sumkasına bir neçə dəfə qoymuşam. Alət sumkasında onsuz bilirsiniz hər tərəfə dəyir, sağa sola bir həcət axtarmaq istəyirsən, bir yerlərə dəyər falan, heç bir qırılma falan olmayıb. Yəni normal şəkildə dözür. Biraz da hətta mən bunu tanırım sizin gözünüzün qabağında. Yəni üstündən də bastırım. Yəni biraz elastikdir. Tak deyə qırılacaq bir mal deyil. Qutusu olsun, alət içindəki ucluqları olsun. Hər biri çox yaxşıdır. Qrupundakı onsuz rahatlıq da pis deyil. Yəni tam yumşaq olmasa da buradakı rezinlər insanın əlini ağrıtmır. Yəni biraz yumşaq rezinlərdir. Onsuz gövdənin özü də sağlam gövdədir. Onda da problem çəkməyin. Siz əsasən bilirəm ki, kəlpətinə görə alacaqsınız bu dəsti. Kəlpətin başlığı da normal şəkildə iş görən kəlpətindir. Və qaldı ki, ucluqlara qalan ucluqlarda da heç birində uduzmazsınız. Yəni çox bir keyfiyyətsiz ucluqlar deyil. Amma bir dənə kəlpətin dəstini götürüb bir elektrik işini görə bilərsinizmi? Görə bilərsiniz. Yəni kabel kəsəniniz var, qayçınız var, papuş sıxanınız var, nəzik burun, hətta kəlpətininiz var deyim. Burada da naqil soyanınız var, həm də kəlpətininiz var. Kəlpətinizin də başlığında açar boltkayı açmaq üçün bu bolt da təxminən 13-ə qədər yəqin ki, yəni 13 məncə maks olar 13-15 civarı rahatlıqla aça bilərsiniz. Yəni tam olaraq tutar. Uzluğundakı olan o keyfiyyətdə, yəni digər kəlpətinlərdəki kimi bir dəfə tutum, 2 dəfə tutum, nə isə çəkim, bura yonulsun getsin, elə deyil. Yəni bunu mən bir müddət işlətmişəm. Yəni hələ ki razıyam. Diliklərindəki o tilişkələr tam olaraq yerindədir. Bu qədər. Yəni mən bunu 25-20 manat civarından dəyərləndirirəm. Buna görə də yəni deyirəm alına biləcək ən yaxşı dəstlərdən biridir. Onsuz başqa dəstləri də elə görmürəm. Yalnız 3 dənə məsələn dəst ola bilər. O da ki onsuz 30 manat, 35 manat civarıdır. Tək-tək məsələn kusaçka kəlpətin, nazik burun. Amma bu kəlpətin dəstinə bənzər rəqiblərini görməmişəm, amma bu kəlpətin dəsti də çox satılır. Baxıram. Ona görə də incələməsini dedim sizinlə də paylaşım. Siz də görün ki, bu kəlpətin dəsti necədir, almağa dəyərmi? Bir Azərbaycanlı dostunuzun məsləhətindən, yəni məncə alın. Yəni bu kəlpətindən 10 üstündən bir 6-nı, 7-ni vermək olar rahatlıqla. Belə. Yəni qiymətə görə əgər 56 manat almaq istəyirsinizsə, almayın deyərəm. 34 manatlığa baxsınızsa, biraz tövsiyə edirəm. 20-25 manata tapıbsınızsa, tamamilə tövsiyə edirəm ki, rahatlıqla gedin, alın, çəkinməyin. Belə. Əlavə suallarınız varsa yorumlara bildirə bilərsiniz. Videonu bəyəndirsiniz, videonu bəyənməyi, kanala hələ abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Çox sağ olun, minnətdaram. Dəstəklərinizi gözləyirəm. Yorumları çalışın, çox atın və videonu da çalışın ki, başqaları ilə paylaşın ki, kanalımız böyüsün, daha çox tanınsın, mən də ki, daha həvəsdən videolar çəkim. Hər birinizə minnətdarlığımı bildirirəm. Və nə cür videoların gəlməsini istəyirsə, bunu da yorumlar qismində bildirməyinizi xahiş edirəm ki, bu video fikirlərini də nəzərə alım, ona uyğun videolar çəkim. Onsuz hələ ki, biraz hazırlıq aşamalardır. Tam olaraq yerimi düzəldəndən sonra inşallah ki, tez-tez, daha yaxşı, daha maraqlı dərs videoları olsun, elektronika videoları olsun, dalbadal gələcək. Hələ ki, bu aralar biraz soyuq yanaşıram. Amma inanın ki, yaxında kanalımız daha gözəl olacaq. Azərbaycandakı ən salib seçilən kanallardan biri olacaq. Bundan da əmin olun. Ona görə indidən dəstəklərinizi gözləyin və deyin ki, mən bunun 5000 abunədə, 6000 abunədə bu insanı mən tanıyırdım. Yorum yazırdım, mənim yoruma cavab yazırdı ki, yazacağam yenə də təbii ki. Amma dəstək olmağınız kanalımızın böyüməsinə çox önəmlidir. Çox sağ olun, var olun. Gələcək günlərdə daha aydınlıq sabahlarda görüşəndək.